Bir de heyvan kəsdirmişik, əti vermirlər. Deyirlər ki, saat 2-dən sonra gəl, boynuya 2-dən sonra işləyəcək, peçatını vuracaq. Belə şey olar ha. Camaat tu axşamı da ciyərin istəyir, camaat ətindən götürmək istəyir tu axşamını. Girinci qalmışıq. Yarısı tükanda, yarısı mənim. Hə? O buradan ayrı oynaqdan. Yox. Biabırçılıq da konkret. Yəni gözləyən gözəl yaxşı kəsim məsələsi düzəltmisiniz. Bu işi eləyə bilmirsiniz, eləməyin. Daha niyə görə cəmaatı girinci eləyirsiniz? Cəmaat saat 6-dan gəlib burada gözləyir ki, heyvanı kəsiləcək. Yaşlı adamı düz saat 6-dan gözlədirsiniz burada. Siz nətər insanlarsınız? Bir dənə heyvan maşında gözləyir. Bu iş sizlikdir də. Bu iş cəmaatı niyə görə girinci eləmisiniz? Şadlıq sarayı cəmaat toy eləyəcək. Saat 9-da heyvan kəsilməyib belə. Belə biabırçılıq olar.